Tülpan zərif, eyni zamanda ən mənalı çiçək növlərindən biri hesab olunur. 8 mart ərəfəsində isə bu zəriflik çiçək bazarında və plantasiyalarda xüsusi canlanma yaradır. Bu çiçək əsrlər boyu müxtəlif xalqların mədəniyyətində xüsusi yer tutmuş, gözəlliyin və yenilənmənin rəmzinə çevrilmişdi. O, baharın gəlişini, təbiətin yenilənməsini, həyatın davamlılığını ifadə edir. İnsan tülpan plantasiyasında dayanarkən baharın canlı tablosuna daha yaxından şahid olur. Zərifliyin harmoniyasında ruhunu qidalandırır. Hal-hazırda tülpan sezonundayıq. Sezonun artıq bitməsinə sayılı günlər qalmışdır. Bildiyimiz kimi tülpan özü 5 mərhələdən ibarətdir ki, bu sonuncu mərhələdir. 5-ci mərhələsi yığım prosesidir. Yığım prosesini artıq sonlandırmışıq. Alıcılarımız əsasən çoxdur, həddindən artıq çoxdur. Hətta deyərdim ki, maraq daha çoxalır günü-gündən. Ondan sonra qiymətlərimiz də ki, münasibdir deyərdim. Topdan və pərakəndə satışımız mövcuddur. Topdan satışımız 1.40-1.50. Pərakəndə satışımız isə 2.40-2.50 qiymətlər arasında dəyişir. Həyatın özü də tülpanlar kimidir. Rəngarəng, zərif və dəyərli. Əziz xanımlar, həyatınız tülpanlar qədər dəyərli, arzularınız bahar qədər təravətli olsun.